Buyurur sizin xeyirli gəncləriniz, xeyirli cavanlarınız olardı ki, özlərini yaşlılara, axı saqqallarınıza bənzədərlər. Demir ha, özünüzü qoca kişi kimi aparlar. Peyğəmbərimizin sözündən bu anlaşılmır ki, bir dənə cavan özünü elə qoca kişi kimi aparsın. Söz budur. Onlara oxşadığından məqsəd budur ki, davranışlarınızı cavanla tədricən uşaqlıqdan çıxarın. Artıq böyüyün, artıq böyük insanlar kimi özünüzü aparlar. Cavan artıq uşaqlığa gör. Sənin 12 yaşın yoxdur ki, uşaqlığa gəlsən, 14 yaşın yoxdur ki, uşaqlığa gəlsən. Cavan budur ki, artıq cavandır. Daim bundan belə özünü o böyüklərə oxşar, böyüklər kimi əzəmət qazanır, böyüklər kimi düşüncəli ol, böyüklər kimi danışığında diqqətli ol, böyüklər kimi insanların arasında sülh yarat, böyüklər kimi küslüləri barışdır, nəinki uşaq kimi elə zarafatla, deməklə, gülməklə gülməklə. Bu uşaqlar. Uşaqlar danışanda diqqət eləməzlər nədən danışır. Keflə nə gələr, dilinə nə gələr, elə ondan danışır. Amma böyük adamın işi usuldur. Böyük adam bir dənə məsuliyyəti var, himmət daşımalıdır ki, mən dediyim sözlərə görə cavabdayım, dünyada da qiyamətdə də. Nədən danışıram? Getdi dostlarla əyləşdir. Nə qədər zarafat, nə qədər elə bir-birinə ləfsə danışmaqla ömrümüz keçər, arada bir Allahdan danışaq, Peyğəmbərindən danışaq, onların bizlərə tövsiyələrindən danışaq, bugünkü dərslərimizdən danışaq, ümumi cəmiyyətin nizamından, rifahından danışaq ki, mən neyə bilərəm ki, cəmiyyətə xeyrindəyisiniz, faydandayısınız. Məsələn, Peyğəmbər bunu istəyir bizlərə tanıqdıra bildirir ki, cavanlar artıq böyük, artıq sizin dünyada təcrübə toplayan vaxtınızdır. Bugünün 25 yaşlı gənci bəzən görsən özün ev uşaqdır. 30 yaşlı gənci görsən özün ev uşaqdır. Amma tarixdə biz baxırıq, görürük ki, 25 yaşlı, 30 yaşlı işlər olurlar, insanlar olurlar, şəxsiyyətlər olurlar. Bir işlər görürlər ki, tarixə qızıl hərflərdən adlarını yazır. Biz nə vaxt o cür olar? O cür ola bilməsəydik, nə vaxt o cür olmağa cəhd göstərək? Gənclərimiz təəssüflər olsun ki, açıq fikirli döyürlər, düşüncəli döyürlər, zirək döyürlər. Əksərimiz bu cürür. Az qalır, məsələn deyil, bir dənə məsələ barəsində dəfələrlə deyilir. Hər dəfədə eyni səhv və eyni nöqsanı təzdən təkrar edilir. Deyəndə, bağışda özür istədim bilməm. Ki, bizim adətən sözümüz budur. Həzrət Peyğəmbərimiz buyurur, mömin bir iş görmək üçün üzr istəsin. Üzr istəmək insan eyibdir, amma Peyğəmbərimiz buyurur ki, mömin bir iş görmək üçün üzr istəsin. Nə qədər üzr istəməklə ömrümüzü keçirdirik. Bir iş görməyək ki, buna görə bizi məcbur olaq səhər üzr istəməklə. Rəftarlarımızda diqqətli olaq, biri digərlərinə qarşı. Əməllərimizdə diqqətli olaq, düşüncəli olaq, bir az uzağı görə bilək. Bu gördüyüm işi mən nə üçün görürəm, bu attığım addımı nə üçün atıramı düşünəm.